Esselamu ala Resulullah. Deməli, biz 4 qayda kitabını başlamışdıq. İnşallah onu davam edəcəyik. Keçən dəfə müqəddiməni keçdik. Şeyxülislam Muhammed ibn Abdülvahhab Səadətin 3 ünvanını gətirdi. Sonra şeyx danışdı tövhiddən. Tövhidi də bizə elə başa saldı ki, yəni tövhidin əksi şirkdir, şirk əməllərə qarşısa onları batil edir. Və misal çəkdi namazla dəstəmazı. Necə ki, əgər insanın dəstəmazı olmazsa, namazı qəbul olmaz. Eləcə də şirk olarsa, heç bir ibadətlər qəbul olmaz. Və şirki bənzətdi nəyə? Tora. Şirki bir tora bənzətdi. Ki, ona hörümçək qurur öz şikarı üçün. Şikar ora düşəndə onu gəlib bükür, o tora aparır. Şirk də elə bir şeydir. İnsanla bulaşdıqda bütün bədəndə bulaşır. Yəni, insan şirkə düşdükdə hərdən heç xəbəri də olmur. Çünki həmin o həşərat, şikarın gəlib quşun, daha doğrusu hər hansısa bir quşun və ya həşəratın hörümçəyin toruna düşməsindən heç xəbəri də olmur deyə görürsən. O görmür qarşısında. O şirkin təhlükəsini şeyx bizə belə başa saldı. Ondan sonra başlayır qaydalara. Şeyx Salih Əli-Şeyx, indi Şeyx Muhammed Abdülvahhabın sözünü keçməmişdən, Şeyx Salih Əli-Şeyx bu 4 qaydanı bizim üçün qısaca elə bir şey şərhləyir. Qısa əsas nədən ibarət? Birincisi deyir ki, Şeyx deyir ki, Əl-Qavaidul Arba Əl-Ula Ənə Təvhid-ər-Rububiyyə la yəkfi li-duxul fil-İslam. Bilmək lazımdır ki, birinci qaydada, yəni bu 4 qaydada nə keçəcək? Birinci qaydada onu keçəcək ki, rububiyyət tövhidi İslam'a girməyə kifayət eləmir. Yəni tək rububiyyət tövhidini bilməklə insan İslam'a girmiş sayılmır. Əs-saniyə ənə qasdəl-müşrikin min mə'budatihim əl-vəsatə və şəfaə. İkincisi isə müşriklərin qəsdidir. Çünki biz deyik ki, əsasən 2 şeydən naşır. 4 qayda. Muvahhidlərin, yəni tövhid əhlinin əqidəsindən və müşriklərin əqidəsindən. İkinci qayda da müşriklərdəndir. Yəni müşriklərin ibadət etdiklərində tutduqları qəsd, yəni Allahdan qeyrisinə ibadət etməkdə tutduqları qəsdləri vasitə qoşmaq və şəfaət qoşmaq idi. Birbaşa onlara ibadət eləmək deyildi. Üçüncü qaydada isə ənə mə'budatil müşrikin mütənəvvə və la fərqə beynəhum. Üçüncü qaydada gələcək ki, müşriklərin etdiyi ibadətlər növbənöv idi. Kimisi günəşə, kimisi aya, kimisi bütlərə ibadət edirdi və Peyğəmbər s.ə.v onların heç birini ayırmadı. Hamısını eyni cür saydı ki, hər biri şirk qoşur sallallahu əleyhi və səlləm. Dördüncü qayda isə Muhammed Abdülvahhab öz zamanında olan müşriklərdən danışır, yəni Allaha şərik qoşanlardan danışır və onların öz zamanında olan şərik qoşanların Peyğəmbər s.ə.v-in zamanında olan şərik qoşanlardan daha da betər olduğunu deyir, daha da şiddətli olduğunu. Bunların hər biri təfsilatlı qaydadır. Bunu qısa bilməyimiz yaxşıdır ki, qarşıda gəldikdə inşallah bunları aydın olacaq bizə mənalar. Ondan sonra birinci qaydaya keçirik. Şeyx Muhammed ibn Abdülvahhab buyurur ki, Əl-Qaidatul Ula ən tə'ləmə ənəl kuffərəl-ləzinə qatiləhum Rasulullah sallallahu aleyhi ve sellem muqirruna bi ənə Allah Teala huvəl xaliqul mudabbir və ənə zəlikə ləm yədxulhum fil-İslam. Birinci qayda odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin döyüşdüyü müşriklər və kafirlər, onlar rububiyyət tövhidini iqrar edirdilər. Yəni, iqrar edirdilər ki, Allah öldürəndir, dirildəndir, işləri idarə eləyəndir və bu onları İslam'a daxil etmirdi. Və dəlilu qavlu Teala və dəlil gətirir şeyx, Qul mən yərzuqukum minəs-səmai vəl-ardı əmmən yəmlikus-səmə vəl-əbsara və mən yuxricul həyyə minəl-meyyit və yuxricul meyyitə minəl-həy və mən yudabbirul-əmr fəsəyəqulun Allah Qul fəqul əfələt ittəqun. Və dəlil gətirir ki, bu ayəni ki, yəni Peyğəmbər s.ə.v dövründə olan müşriklər rububiyyəti iqrar edirdilər. Deyirdilər, Allah öldürən, dirildəndir. Dəlil nədir? Dəlil budur ki, Allah subhanallah buyurur ki, onlara de ki, ey Muhammed sallallahu aleyhi ve sellem, sizləri göylərdən və yerdən ruziləndirən kimdir? Gözlərə və qulaqlara sahib olan, ölüdən diri, diridən ölü çıxardan və bütün işləri idarə edən kimdir? Onlar deyəcəklər ki, Allah. Yəni, müşriklər deyəcək ki, Allahdır. Və sonra deyirsən, onlara deyən ki, əfələ, sonra deyir, fəqul, əfələ təttəqun. Məgər qorxmursunuz mu? Burada qorxmursunuz, yəni ki, onları Peyğəmbər s.ə.v rububiyyət tövhidini göstərərək uluhiyyət tövhidinə çağırır. Bütün Peyğəmbərlərin yolu belə olur. Rububiyyət tövhidi ilə onları ilzam edirlər uluhiyyət tövhidinə. Yəni, əgər bu işləri edən hər biri Allah bunu etməkdə tək idisə, ibadətdə də tək olmalıdır. İbadətdə də onun şəriki olmalıdır. Necə deyirsən ki, yəni, ruzunu verən Allahdır, öldürüb dirildən Allah və bu şeyləri eləyəndə Allahın heç bir şəriki olmur. Amma ibadətdə ona şərik qoşursan,
Məgər qorxmursunuz? Yəni bunu gətirir onlara. Və sonra Şeyx Salih Şeyx deyir ki, birinci qayda nəyə əhatə edir özündə? Yəni rububiyyət tövhidi necə dediyimiz kimi insanın İslam'a girməyini kifayət eləmir. Təbii ki, bu kimə aiddir? Xalis müşriklərə, xalis kafirlərə. Yəni müsəlman kimi doğulur, müsəlman ölkəsində böyüyənə aid deyil bu. Birinci qəsd burada odur ki, Şeyx Salih Şeyx deyir, İfradur Rabbu Teala bi əf'alihi kəl-xalq və rizqi və imətə. Birinci qəsd, yəni bu ayədəki qəsd odur ki, Allah Subhanahu taalanı öz feillərində, yaratmasında, öldürməsində və diriltməsində təkləşdirmək. İkincisi, mövqiful kuffar minhu. Yəni ki, kuffar Arabu muqirruna bihi. Bu məsələdə kafir ərəblərin, Peyğəmbər sallallahu dövründə yaşayan kafir ərəblərin mövqeyi. Onlar necə baxırlar məsələ? Və onlar həqiqətən də onu iqrar edirdilər. Yəni rububiyyət tövhidini, Allahın öldürüb dirildən və ruzi verən olmasını, hər bir şeylə idarə edən olmasını iqrar edirlər. Üçüncü məsələ hökmüdür. Bu məsələdə hökmdür. La yekfilid-duxul fil-İslam. Hökm odur ki, rububiyyət tövhidini bilmək insanın İslam'a girməyini kifayət eləmir. Və mə yu'minu əktəruhum billahi illə və hum müşrikun. Baxmayaraq ki, bu ayə İbn Abbas radiyallahu anh bu ayəni gətirirdi böyük şirk eləyənlərə. Baxmayaraq ki, bu ayə kiçik şirk eləyənlərə aid. Görsən deyir ki, və mə yu'minu bi əksəruhum billahi illə və hum müşrikun. Onların deyir, əksəriyyəti yalnız Allaha şərik qoşaraq iman gətirirlər. Və əslində kiçik şirkə aid idi. İbn Abbas radiyallahu anh bunu böyük şirkə də gətirirdi. Yəni bunu müşrikləri dəvət edəndə də istifadə edirlər ki, yəni siz Allaha o cür iman gətirirsiniz, şərik qoşmaqla bərabər. Sonra məkanətuhu, onun yeri, yəni dördüncü məsələ, əl-iqraru bihi yestəlzimu təvhidul ibadə. Yəni rububiyyət tövhidini iqrar etmək uluhiyyət tövhidini gərəkdirir. Çünki bu üç tövhid bir-birinə bağlıdır. Əsasən də ikisində, yəni peyğəmbərlər bu ikisi ilə dəvət edir. Rububiyyət tövhidini insanlar iqrar edirdisə, onları ilzam edirlər uluhiyyət tövhidini. Ona görə rububiyyət tövhidi necə alimədir? Yestəlzimu təvhidul uluhiyyə. Və təvhidul uluhiyyə yetədəmmənu təvhidul rububiyyə. Və uluhiyyət tövhidi də rububiyyət tövhidini özündə əhatə edir. Və həmçində ad və sifətlər tövhidi hamısını əhatə edir. Və sonra şeyxin deməsi ki, əl-iqraru bi yestəlzimu təvhidul ibadə və ayə gətirir. Əyyüşrikuna mə lə yaxluqu şeyən və hum yuflaqun. Onlar deyir, heç bir şey yarada bilməyən. Daha doğrusu, əyyüşrikuna mə lə yaxluqu şeyən və heç bir şey yarada bilməyəni və özləri də yaradılmış olduqları halda Allaha şəriklər qoşurlar. Yəni, şeyx burada birinci qaydanı bu 4 dənə şeylə əhatə edir. Əsasən, yəni, qısadır. Risalə özü də qısadır, çox uzun eləmək istəmirəm. Ona görə birinci qayda biz bildik ki, nə idi? Rububiyyət tövhidi insanın İslam'a girməsinə kifayət eləmir. Və burada da Peyğəmbər s.ə.v dövründə olan müşriklərin vəsfini Muhammed Vahab öz əsrində gətirməsində qəsd oldu ki, müsəlmanlar şərik qoşurdular. Və qoşduqları şərikləri də Peyğəmbər s.ə.v-in dövründəki qoşulan şərikliklə eyni bənzədir. Baxmayaraq ki, orada bütlər fərqlidir. Onlar qəbirləri tavaf edirlər, onlar bütləri tavaf edirlər. Və onların da əsas düşdükləri, necə Şeyx Xalid Zafir edir, əsas düşdükləri müşkül məsələ tövhidi, şirki tövhid bilmələridir. Çünki onlar elə bilirdilər ki, salihlərin qəbrini ziyarət eləməməyi onları alçalmaq. Və ona görə də onların bu məsələlərini oxşadıb, onları dəvətini bu risaləni yazıb Şeyx Muhammed Abdülvahab, Allah ona rəhmət eləsin və bizim üçün faydalı eləsin. İnşallah gələn ikinci qaydanı keçər. Subhanəkə və bihamdikə, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka.